Bugün azizimiz Şəhid Naib qardaşımızın doğum günüdür. Mübarək olsun. Mən şəhidi təbrik edirəm. Allah Quran-ı Kərimdə deyir ki, şəhidə ölü deməyin. Bəli, şəhidlər ölməz. Şəhidlər öz canını fəda elədilər. Bəziləri öz malından, dövlətindən fəda edə bilir. Amma bunlar öz canını fəda elədilər. Ən şirin şey can. Ona görə Allah bunlara elə bir məqam verib ki, bunlar sorğusuz, sualsız cənnətə daxil olarlar. Allah bizim də aqibətimizi bu şəhidlər kimi eləsin. Allah rəhmət eləsin. Həyalı hər bir qadından, şəhid analarının adından, atalarının fəryadından, hər bir şəhid övladından salam olsun Hüseynə, salam olsun Hüseynə.